Sizi marşrut avtobusunun sükan arxasına dəvət edirik. Paytaxtda fəaliyyət göstərən daşıyıcı şirkətlərdən birinin qadın sürücülərə etdiyi bu təklif cəmiyyətdə maraqla qarşılanıb. Fikirləri müxtəlifdir. Başlayaq günün böyük hissəsini avtobusun sükan arxasında keçirən kişi sürücülərdən. Xanım sürücülər üçün biraz çətin ola bilər. Mənim düşüncəmdə. Nəyi çətin ola bilər? Sizcə hansı mərhələdə işin öhdəsindən gələ bilməzlər? Biraz hövsələ lazımdır, dözüm lazımdır. Öhdəsindən gələ də bilərlər, gəlməyə də bilər. Amma mən öz ehtimalımı fikirləşirəm ki, onlar biraz, yəni balaca maşın sürsələr hələ o böyük şeydir. Avtobus yollar üçün çoxdur da. Qadına bir kəlmə söz deyirsən, onunu qaytarır. İndi bu sürücü işləsə necə olacaq? Amma kişi sərnişinlər belə düşünmür. Qadınlarda olan səbri kişilərdən çoxdur ki. Sadəcə şəhərdələrin səliqəli qadınlardır. Kişilər biraz nağılı sürürlər, qadına heç yol vermirlər, ancaq məyləsəm ki, olar, çox gözəl olar. Qadınlar bu işin öhdəsindən gələ bilər, yoxsa yox? Əlbəttə niyə gələ bilmir? Bir dənə pedaldır, bir dənə roldur da, onu sürüb bir dənə ağır yük deyil bir şey deyil. Bütün xarici ölkələrə baxarsan, sürücülər hamısı qadınlar. Kişilərdən fərqli olaraq qadın sərnişinlər bu işdə həmcinslərinə güvənmək istəmir. Qadın avtobus sürücüsünün avtobusunda əyləşib mənzil başına getmək istəyirsiniz? Nə deyim valla? Qadın sürücünün idarə etdiyi avtobusla mənzil başına getmək istəyirsinizmi? Xeyr. Niyə? Güvənmərəm. Güvənmərsiniz? Xeyr. Niyə güvənmirsiniz? Öz qızımın maşınına oturmuram, güvənmirəm. Taksi sürücüləri, minik avtomobilini idarə edən kişi sürücülər də qadına avtobus sükanı etibar etmək olmaz deyir. Qadınlar çünki bəzilərinə aiddir, anlayışı yoxdur da maşın sürməkdə. Probkanı bəlkə onlar yaradır qadınlar. Vallahi qadınlar sürsə, vəbşin bərbad olacaq. Niyə bərbad olacaq? Məsəl üçün Yollarda probka başarıb gedəcək. Sözü gedən elanı verən daşıyıcı şirkətdə isə hesab edirlər ki, qadın istəsə bacarmayacağı heç nə yoxdur. Bakubas olaraq inanırıq ki, qadınların ictimai nəqliyyatda sürücü olaraq cəlb edilməsi, ictimai nəqliyyatda xidmət mədəniyyətinə, təhlükəsizlik səviyyəsinə, eyni zamanda cəmiyyətin sosial inkişafına öz müsbət təsirini göstərəcəkdir. Qeyd edək ki, artıq avtobus sürücüsü olmaq istəyən ondan çox qadın elanla bağlı aidiyyatı üzrə müraciət edib. Hazırda prosedura uyğun işlər görülür. Yaxın günlərdə müraciəti təsdiqlənənlər təlimlərə cəlb olunacaq. Sonuncu prosedurdan uğurla keçənlər işə götürüləcəklər. Gündüz Vaqifoğlu, İlqar Abdullayev, Namiq Ağayev, İTV Xəbər.